Davam edirik müəllimlər. Növbəti sual 7 və 8-ci suallar olacaq. Təcrübəli ovçu 7-ci suala baxırıq. Təcrübəli ovçu ağacın qabığında ayı caynaqlarının və yerdə təzə qarın üstündə yalnız dovşan izlərinin olduğunu gördü. Deməli, təcrübəli ovçu ağacın qabığında ayı caynaqlarının və yerdə təzə qarın üstündə, bu açar sözümüzdür. Təzə qarın üstündə yalnız dovşan izlərinin olduğunu gördü. Ağacda ayının olmadığına əmin olan ovçu fikirləşdi ki, indi ilk öncə baxaq görək bu necə əmin olub ki, ağacda ayı yoxdur. Baxın, yerdə deyir təzə qar var və təzə qarın üstündə yalnız dovşan izləri var. Demək ki, ağacda ayı olsaydı, bu dovşan ağacın yanından keçəndə, altından keçəndə ayı yəqin ki, ona hücum çəkərdi, ayının da ayaq izləri qarın üstünə düşərdi. Və yaxud ağacda ayı caynaqlarını görən ovçu ağacın yuxarısına baxa bilər, ağacın başına diqqət edə bilər, orada ayının olmadığını görüb əmin olar ki, orada ayı yoxdur. Yəni, iki variant var burada. Ya ayaq izlərindən, ya da elə baxışla, vizual baxışla görə bilər ayının olmadığını. Bu bir. İndi ayının olmadığını görəndən sonra deyir, ovçu fikirləşdi. Ayının olmadığına əmin olandan sonra. Ovçu fikirləşdi. Nə fikirləşə bilər? Yerdə təzə qardır və təzə qar nə deməkdir? Yəni, təzə yağıb da, ya 1 saatdır, ya 2 saatdır, ya qar təzə qardır. Və təzə qarın da üstündə artıq dovşanın ayaq izləri varsa, demək ki, bu o deməkdir ki, dovşan hardasa yaxınlıqdadır. Yəni, bu ovçunun dovşanla rastlaşma ehtimalı daha böyükdür, daha realdır. Deməli, bu dovşanla rastlaşa bilər. Dovşan yaxınlıqdadır da, təzə qar yağıb və təzə qar yağıbsa, artıq bu qarın üstündə dovşanın da izləri varsa, demək ki, bu izlər də təzə izlərdir. Bu da ona dəlalət edir ki, dovşan yaxınlıqdadır. İndi baxaq, görək cavab variantlarında nələr yazılıb. Hər iki heyvanı kimsə qorxudub. Yəni, bu dəxilsiz variantdır. Yəni, hər iki heyvanı kimsə qorxutsaydı, ən azı qarın üstündə hər iki heyvanın ayaq izləri olardı. Yəni, burada necə, ovçu niyə belə fikirləşməlidir ki? Dovşanın ayaq izləri, ayının heç nəyi yoxdur, aydan heç bir iz yoxdur, ayının sadəcə caynağının izi var, o da ağacın qabığında. Bu o demək deyil ki, hər iki heyvanı kimsə qorxudub. Bu, yəni, dəxilsiz variantdır. Ona görə A variantı getdi. B variantı, dovşanla qarşılaşmaq daha realdır. Bəli, elə bax, B variantı bizim doğru cavabımız olacaq. Niyə? Dediyimiz kimi, təzə qardır, qar təzə yağıb, yerdə təzə qalıb və dovşanın da izləri, artıq bu təzə qarın üstündə varsa, demək ki, bu izlər də təzə izlərdir. Demək ki, dovşanla qarşılaşmaq daha realdır. Yəni, bu ovçu üçün dovşanla qarşılaşmaq daha realdır. Bu ehtimal daha çoxdur. Yəni, bu dovşanla qarşılaşmaq ehtimalı daha böyükdür. Ona görə də doğru cavabımız B variantı olacaq. Ayı ilə qarşılaşmaq daha realdır. Xeyr. Çünki ay yaxınlıqda olsaydı, təzə qarın üstündə onun da izi olmalıydı. Onunla qarşılaşmaq ehtimalı azdır. Dovşan ayıdan qorxub qaçıb, bu da mənasızdır. Çünki ayı heç buralarda olmayıb. Necə dovşan ayıdan qorxub qaçıb? Ayı nə vaxtsa gəlib caynaqlayıb, yəni cırmaqlayıb ağacın qabığını çıxıb gedib. Dovşan isə sonradan gəlib, qar yağandan sonra. Dovşan ayıdan necə qorxa bilər? Dovşan isə ayını görməyib. Sonra və deyir, dovşan ayını çox gec görüb. Dovşan ayını çox gec görüb, dovşan ümumiyyətlə isə ayını görməyib. Yəni, dovşan ayını çox gec görüb, dəxilsiz variantdır. Çünki ayı buralarda dovşan gələndə ayı burada olmayıb. Ona görə doğru cavabımız B variantıdır. Bu belə, yəni çox da çətin sual deyil. Keçirik növbəti suala.
Deyir ki, bu artıq analiz tələb eləyir. Cavid, Rüfət, Ləman, Əsəd, Necəf, Aysun, Nurlan, Günay, Rəfiyyə adlı 9 dənə tələbəmiz var. Mən keçirəm belə bir boş lövhədə, artıq bu 9 dənə tələbəni bildiyimə görə bunların adlarını sıra ilə yazıram. Və çalışacağım ki, oğlanların adlarını bir yazın, qızların adlarını bir, yəni necə? Görək, bax, Cavid, Rüfət, bunlar ikisi də oğlandır. Dərhal keçirəm, yazıram. Cavid, Rüfət. Bunları yazdım. Sonra üçüncü Ləmandır, bu heç. Hələ ki yazmıram. Əsəd, Necəf. Bunlar da oğlan adlarıdır. Ümid edirəm qızlara belə bir ad qoymurlar. Əsəd, Necəf. Sonra Aysun qız adıdır. Nurlan qalandı qız adıdır. Nurlanı da yazırıq oğlanların siyahısına. Nurlanı da yazdıq. İndi qalanları qızdır. 9 dənə tələbədir. Deməli 5-i oğlandır, 4-ü qızdır. Yazırıq qızların adını. Ləman, Aysun, Günay, Rəfiyyə. Yazıram. Ləman, Aysun, Günay və nəhayət Rəfiyyə. Keçdik növbəti cümləni oxumağa. Deyir ki, bunlar oxuyurlar informasiya təhlükəsizliyi, biznesin idarə edilməsi, energetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması. Neçə dənə ixtisasat çəkdim? 4 dənə. Götürürəm, onları da yazıram sütunların üzərindən, sütun başlıqlarından. İnformasiya təhlükəsizliyini yazıram birinci yerə. Elə IT yazıram. IT. İnformasiya təhlükəsizliyi. Daha uzatmıram. Sonra biznesin idarə edilməsi. Biznesin edilməsi. Bu da oldu bizim ikinci ixtisasımız. Üçüncü ixtisas. Energetika mühəndisliyi. Yazıram bura. Enerji. Enerji mü? Yəni enerji mühəndisi. Və nəhayət dördüncü ixtisasımız proseslərin avtomatlaşdırılması. Burada yazıram proseslərin avtomatlaşdırılması. Hətta biraz yerimiz onsuz da var. Buradan çəkək. Proseslərin proseslərin avtomatlaşdırılması. Qələmimizin rəngini dəyişirik, ölçüsünü də dəyişirik. Digər məlumatları oxuyuruq. Deyir ki, onlar haqqında aşağıdakılar məlumdur. 1. İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan 4 tələbədən 3-ü qızdır. İndi fikir verin. Ümumilikdə bizim bax qızlar buradan başlayır da, bax buradan qızlar başlayır. Bu qızların sayı 4 ədəddir, 4 nəfərdir. Və bunların 3-ü informasiya təhlükəsizliyində oxuyur. Və informasiya təhlükəsizliyində ümumilikdə 4 dənə tələbə oxuyur. Bax 4 tələbədən 3-ü qızdır deyir. Demək ki, biz artıq buradan qərara alırıq ki, demək ki, bax bu informasiya təhlükəsizliyi olan sütunda cəmi 4 dənə plusumuz olacaq və onun 3-ü qızların payına düşür. Hələ ki, heç bir yerə plus minus qoya bilmirik. Sadəcə bu məlumatı özümüzdə yəni alırıq, bu məlumatı özümüzdə saxlayırıq ki, bu 4 tələbədən 3-ü qızdır, 1-i oğlandır. Yəni bu sütunda 4 dənə plus olmalıdır. Bunu bildik. Keçirik. Günay və Aysun fərqli ixtisaslarda təhsil alırlar. Fikir verin. 4 qız var. Bunun 3-ü eyni ixtisasa təhsil alır informasiya təhlükəsizliyində. Amma Günay ilə Aysun
fərqli ixtisasları təhsil alır. Demək ki, bu Günay və Aysun, bu iki qızdan biri informasiya təhlükəsizliyində oxuyursa, digəri burada oxumur. Çünki fərqli ixtisasları təhsil alırlar. Sonra deyir, Nurlan və Əsəd eyni ixtisasda təhsil alırlar. Artıq mən bu cümləmə əsasən minuslar qoya bilərəm. Nurlanla Əsəd eyni ixtisasda təhsil alırlarsa, demək ki, bunlar informasiya təhlükəsizliyi ixtisasında təhsil almır. Çünki informasiya təhlükəsizliyi ixtisasında 4 tələbə oxuyur, onun yalnız biri oğlandır, 3 dənəsi qızdır. İndi biri oğlandırsa, demək ki, oğlanların ikisi bir qrupda Nurlanla Əsəd ikisi eyni ixtisasda təhsil alırlarsa, demək ki, bunların təhsil aldığı ixtisas informasiya təhlükəsizliyi deyil. Çünki informasiya təhlükəsizliyində yalnız bir oğlan təhsil alır. Amma burada 2 oğlanlar çəkir. Demək ki, Nurlan və Əsədin adını tapırıq. Nurlanın informasiya təhlükəsizliyi qarşısına minus qoyuruq. Əsədin də informasiya təhlükəsizliyi qarşısına minus qoyuruq. Çünki bunlar informasiya təhlükəsizliyində oxuya bilməz. İnformasiya təhlükəsizliyində yalnız bir oğlan oxuyur. Ona görə. Bunlar da ikisidir, eyni ixtisasda oxuyur. Demək ki, bu 2 nəfər bura yazıla bilməz. Buradan ancaq bir dənə oğlan olmalıdır. Getdik növbəti cümləyə. Növbəti məlumata. Sonra deyir ki, energetika mühəndisliyi ixtisasında bu tələbələrdən biri oxuyur və o nəcəfdir. Fikir verin cümlənin quruluşuna. Energetika mühəndisliyi fakültəsində deyir, bu tələbələrdən biri, yəni yalnız biri deməkdir bu. Energetika mühəndisliyi ixtisasında bu tələbələrdən biri oxuyur və o da nəcəfdir. Demək ki, bu energetika mühəndisliğində cəmi bir dənə tələbə oxuyur, o da nəcəfdir. Onun adını bizə deyib. Gəlirəm nəcəfi tapıram. Nəcəf hardadır? Buradadır. Gedirəm energetika mühəndisliğinin qabağına plus qoyuram. Və indi mən bu cümlədən çıxartdığım nəticə budur ki, energetika mühəndisliğində cəmi bir dənə tələbə oxuyur. Və salam, o da nəcəfdir. Demək ki, energetika mühəndisliğinin olan sütunun hamısını minuslamalıyam. Digər tələbələr burada oxumur. Hamısını minuslamalıyam. Gəlirəm, minuslayıram hamısını. Sonra Nəcəf də energetika mühəndisliğində oxuduğuna görə bunun digər ixtisaslarını da qarşısına minus qoyuram. Nəcəf də getdi, məsələn, informasiya təhlükəsizliyində oxumur, biznesin idarə edilməsində oxumur, proseslərin avtomatlaşdırılmasında oxumur. Energetika mühəndisliğində oxuyur da bu. Sonra deyir ki, Aysun, Rəfiyyə və Rüfət eyni ixtisasın tələbələrdir. Fikir verin, 2 qızın adı çəkilib burada ki, eyni ixtisasın tələbələrdir. Birinci cümlədə bizə nə demişdi? 3 dənə qız informasiya təhlükəsizliyində oxuyur. Demək ki, Aysunla Rəfiyyə, Aysunla Günay ayrı-ayrı ixtisaslarda idi. Və demək ki, Günayla Rəfiyyə də ayrı-ayrı ixtisaslardır. Bu da heç. Deməli, 3 qız oxuyur. Bunların ikisinin adı burada çəkilib. İnformasiya təhlükəsizliyində 3 oxuyur. Və Aysunla Rəfiyyə də eyni ixtisasın tələbəsidirsə, demək ki, bunlar ikisi də informasiya təhlükəsizliyində oxuyur. Yazıram Aysunun qabağında informasiya təhlükəsizliyində plus, Rəfiyyədə də informasiya təhlükəsizliyində plus. İndi Aysun informasiya təhlükəsizliyində oxuyursa, biznesin idarə edilməsində oxumur, proseslərin avtomatlaşdırılmasında oxumur. Rəfiyyə də həmçinin biznesin idarə edilməsində oxumur, proseslərin avtomatlaşdırılmasında oxumur. Və burada bir dənə də oğlan adı çəkir. Deyir, Rüfət də bunlarla eyni ixtisasdadır. Yəni, Aysun, Rəfiyyə və Rüfət eyni ixtisaslı tələbələrdir. Demək ki, oğlanlardan demişdik, yalnız biri burada oxuyur. Çünki 3'ü qız, biri oğlandır. Demək ki, o da Rüfətdir. Rüfətdirsə, digər oğlanların qabağına minus qoyuruq. Cavid minus. Qalanları da zaten minuslamışıq. İndi burada da bizdə ikinci cümlədə demişdik ki, Günay və Aysun fərqli ixtisaslarda təhsil alırlar. İndi Aysun informasiya təhlükəsizliyində təhsil alırsa, Günay bundan fərqli yerdə olmalıdır. Yəni, Günay informasiya təhlükəsizliyində təhsil almır. Və informasiya təhlükəsizliyin sütununda demişdim ki, 4 dənə plus olmalıdır. İndi 3 dənə plus var və bir dənə də boş yer qalıb, məcbur orada plus qoymalıyım. Demək ki, 3-cü qız da Ləmandır. Demək ki, bax, bu 3 qız demişdik ki, informasiya təhlükəsizliyində oxumalıdır. 3 dənə qız, 4 dənə qızın 3'ü oxumalıdır. Hansı qızlar oldu? Ləman, Aysun və Rəfiyyə. İndi
Leman informasiya təhlükəsizliyində oxuduğuna görə biznesin idarə edilməsində oxumur, proseslərin avtomatlaşdırılmasında oxumur. Həmçinin Rüfət informasiya təhlükəsizliyində oxuduğuna görə biznesin idarə edilməsində oxumur, proseslərin avtomatlaşdırılmasında oxumur. Keçdiyi növbəti cümləyə. Biznesin idarə edilməsi ixtisasında 3 tələbə təhsil alır. Fikir verin. 9 tələbənin 4'ü informasiya təhlükəsizliyi təhsil alır. Biri enerji mühəndisliğində, yerdə qaldı nə qədər? 4 dənə, 5 dənəsi getdi, 4 dənəsi qaldı. Və bu 4 dənənin 3'ü biznesin idarə edilməsində oxuysa, demək ki, proseslərin avtomatlaşdırılmasına yalnız bir tələbə qalır. İndi deyir ki, 3 dənəsi biznesin idarə edilməsi fakültəsində oxuyur. Biznesin idarə edilməsi sütununda, yəni 3 dənə plus olmalıdır. Baxıram, 1, 2, 3, 4 dənə boş yerim qalıb. Bu 4 dənənin 3'ü plus olmalıdır. İndi görək hansı olacaq. Nurlan və Günay qrup yoldaşıdır. Aha. Nurlan və Günay qrup yoldaşıdır. Nurlanla Günay qrup yoldaşıdsa, mən məcburam onların ikisinin də adını biznesin idarə edilməsinə yazım. Çünki energetika mühəndisliğində zaten bir nəfər tələb edik. Zaten qalanlarını minuslamışıq. Biz tapdıq ki, proseslərin avtomatlaşdırılmasına da cəmi bir tələbə qalır. Ona görə Nurlanla Günay proseslərin avtomatlaşdırılmasında oxuya bilməz. Demək ki, onlar oxuyurlar biznesin idarə edilməsində. Tapıram Nurlanı, gəlirəm onun biznesin idarə edilməsi biznesin idarə edilməsi ilə olan çəsişməsində plus qoyuram. Çünki bu burada oxuyur. Həmçinin Günay da. Günayla da biznesin idarə edilməsi demək, ixtisasın çəsişdiyi xanaya plus qoyuram. İndi Nurlan biznesin idarə edilməsində oxuyursa, proseslərin avtomatlaşdırılmasında oxuya bilməz. Qabağına minus qoydum. Həmçinin Günay biznesin idarə edilməsində oxuyursa, proseslərin avtomatlaşdırılmasında oxuya bilməz. Qabağına minus qoydum. İndi yerdə qaldı biznesin idarə edilməsi fakültəsi üçün bir dənə tələbə. Görək o hansı tələbə olacaq? İndi başdan oxuyaq. Deməli, Nurlan və Əsəd eyni ixtisasda təhsil alır. Bax, bu cümlədən biz çıxarda bilərik. Nurlan və Əsəd eyni ixtisasda təhsil alır. Gəlirəm bura. Nurlan harada təhsil alır? Nurlanı artıq pluslamışıq. Biznesin idarə edilməsində təhsil alırdı. Demək ki, Əsəd də bununla eyni ixtisasda təhsil alırsa, Əsəd də biznesin idarə edilməsində oxuyur. İndi Əsəd biznesin idarə edilməsində oxuduğuna görə proseslərin avtomatlaşdırılmasında oxumur. Proseslərin avtomatlaşdırılması sütunu üçün cəmi bir tələbə qaldı. Görürsünüz, bir dənə boş yer qalıb. O da Caviddir. Demək ki, Cavid proseslərin avtomatlaşdırılmasında oxuyur. Ona görə biznesin idarə edilməsi ilə Cavidin qarşısına minus qoyuram. Vəssalam, bizim artıq bütün məlumatlarımız dolmuş oldu. İndi görək bizə nəyi soruşur? Proseslərin avtomatlaşdırılması ixtisasında təhsil alan kimdir? Cavid. Vəssalam. Cavidi tapdıq buradakı proseslərin avtomatlaşdırılmasında təhsil alır. Ümidvaram aydın oldu. Növbəti video izahlarda görüşərik.